Kürşan'ın bakmış, gede ayağına bakacağım. Ses tutamıyor. Allah'ın tutudan duran. İstenin ağzında. Gel gede ayağına bakacağım. Salam əziz televiziya tamaşaçıları. Yeni tamaşalar rubrikasından növbəti verilişimizə başlayırıq. Bugünkü verilişimiz yəqin ki hiss elədiniz teatrın səhnəsindəndir, Akademik Dram Teatrının. O səhnədən ki sentyabrın ayının 30'unda Gecə Döyülən Qapılar piyesinin ilk tamaşası göstərilmişdir. Bu piyesi bizim görkəmli şair dramaturgumuz Nəbi Xəzri yazıb. İndi bugün biz həmin tamaşanın bir qrup iştirakçıları, müəllifləri ilə buraya sizinlə söhbətə toplaşmışıq və bu barədə danışacağıq. Bilirsiniz ki, Nəbi Xəzrinin poeziyası ilə yanaşı dramaturgiyası da Respublikamızın bir sıra teatrlarında tamaşaya qoyulur. O cümlədən Akademik Teatrında müəllifin demək olar yazdığı bütün piyeslər tamaşaya qoyulub. Bir piyesi Sumqayıt Teatrında Məraim Fərzəlibəyev qoyub. O piyes bu teatrda oynanılır. Aşkarlıq, yenidən qurma dediyimiz bu dövrdə, o dövrdə ki insan öz sözünü deyə bilir, o dövrdə ki yaralarımızın səbəbini üzə çıxarda bilirik, o dövrdə ki bizim Azərbaycan millətinin, Azərbaycan xalqının urcaq olduğu faciələri, başının çəkdiyi müsibətləri, ayrı-ayrı xalqımızın övladlarının faciələrini tək poeziyada, tək nəsirdə yox, tək publisistikada yox, həmçinin səhnə dili vasitəsilə artıq deməyə imkan yaranır. Bu baxımdan Əzbəyev Teatrı bir neçə uğurlu addım atıb. Mənə elə gəlir ki, Nəbi Xəzrinin yeni piyesinin tamaşası da bu sahədə həmin uğurlu addımlardan biridir. Burada hadisələr 1937-ci il hadisələrindən bəhs edir. Daha doğrusu bütün Sovetlər İttifaqına, mən deyərdim ki, ilk növbədə Azərbaycan xalqına 37-ci ilin dəydiyi zərbələrin mahiyyəti, cövhəri bu piyesdə öz təcəssümünü tapır. Nəbi Xəzri bu əsəri daha çox dramatik poema elegi janrında yazıb və çox sevindirici haldır ki, Məraim Fərzəlibəyev bu tamaşanın qurulucu rejissoru bu tamaşanın səhnə ekvivalentini, poetika prinsiplərini maraqlı qura bilib. Əsərdə söhbət ayrı-ayrı insan talelərindən yox, bütün şəkildə mən deyərdim ki, analığın faciəsindən gedir. Burada bir Mehri ana obrazı var, onu bizim gözəl sənətkarımız Amaliya xanım Pənahova ifa edir. Həmin ana obrazının simvolunda Azərbaycan analarının çəkdiyi müsibətlər, o müthiş günlər, keçirdikləri sarsıntılar, hamısı bu ananın simvolunda, bu ananın rəmzində son dərəcə poetik üslubda özünün təcəssümünü tapır. Və maraqlıdır ki, həm dramaturg, həm qurulucu rejissor tamaşanın janr prinsiplərini gözləyəndə
tək faciə qatında getməmişlər. O dramatik, psixoloji dramatizmdən, lirik ricətlərdən, əsasən əlbəttə ki, faciə notları üzərində köklənmiş yaradıcılıq ifadə vasitələrindən bəhrələnməyə səy göstərmişlər. Bu da ki, mənə elə gəlir ki, tamaşada uğurla alınır. Mehri ana, yenə təkrarım, tək bir obanın, bir elin anası deyil, Mehri ana bütün Azərbaycanın anasıdır. Bütövlükdə Mehri ana Azərbaycan xalqının özüdür. Bütövlükdə Mehri ana Azərbaycan xalqının nəsil artımıdır, fikir artımıdır. Və burada tamaşanın müəllifləri həmin dövrün müthiş hadisələrindən daha çox həmin hadisələrin mənəviyyatlara vurduğu zərbələri, insanları ikiyüzlü etməsini, riyakar, qorxaqlığa sürükləməsini, haqq sözün həmişə zəncirdə boğulmasını, nahaqqın ayaq açıb geniş miqyasda yeriməsini göstərməyə çalışmışlar. Soruşula bilər ki, artıq 37-ci il hadisələrindən bizi təxminən 52 il ayırır. Yenidən həmin dövrə qayıtmağa ehtiyac varmı? Və bu mövzunun çağdaş dəyəri, çağdaş tamaşaçıya söyləyəcəyi fikir, aşılayacağı estetik ideya nədən ibarətdir? Əlbəttə, tamaşanın müəllifləri bu barədə əvvəldən düşünüblər. Birinci məqsəd odur ki, bizim gənc nəsil ki, 37-ci il hadisələr haqqında yalnız təzə-təzə geniş məlumatlar əldə edə bilirlər. Bunlar hadisələrin necə qurulmasını, faciələrin bilərəkdən bir adamın timsalında necə şaxələnməsini görsünlər. İkinci tərəfdən bütöv şəkildə bizim xalqımızın bugün də keçirdiyi sarsıntılar var, bugün də bizim məruz qaldığımız çətinliklər var. Bugün də xalqımız elə indiki dövrün özündə gərgin həyəcanlar keçirilir, sizə məlum hadisələrə görə. Bütün bunlarda ideya ondan ibarətdir ki, xalqın mənəviyyatı həmişə parçalanmaz olmalıdır. Xalqın mənəviyyatının formalaşması o millətin özünün formalaşmasıdır, millətin gələcəyidir, xoşbəxtliyidir, səadətidir. Və bütün şəkildə həmin fərdlərin faciələri ümumiləşdirilib, Azərbaycan xalqının müəyyən dövrünün faciələri kimi özünü biruzə verir. Ayrı-ayrı obrazların timsalında isə bu xalqın geniş şəkildə keçdiyi o faciənin dairələrini təmsil edirlər. Mən Nəbi Xəzrinin bu piyesində bir cəhəti də xüsusi qeyd eləmək istərdim və aktyorlar da onu Mərahimin uzun, gərgin zəhməti bahasına yerinə yetiriblər. Tamaşada bir növ hadisələr nə qədər dramatik, fərci xarakter daşısa da, deyim tərzi, diyaloqlar poetik prinsiplər əsasında qurulur. Bu da təbiidir ki, müəyyən çətinliklər törətsə də, hər halda tamaşanın həmişə o lirik notda saxlanmasına zəmin yaradır. Və Nəbi Xəzrinin bu cür diyaloqlar qurması, hadisələri məhz lirik zəmindən faciəyə doğru inkişaf elətdirməsi, maraqlı tamaşanın alınması üçün bir növ əsas yaradır. Mən indi tamaşa haqqında geniş fikir söyləmək niyyətində deyiləm. Yəqin ki, tamaşaya baxmayanlar da gəlib baxacaqlar. Maraqlı tamaşadır, Əzizbəyev teatrının nailiyyəti kimi qeyd olunmalıdır. Verilişimizin əvvəlində dedim ki, tamaşanın bir qrup yaradıcı heyəti və ifaçı aktyorlar bugünkü verilişimizdə iştirak edir. Mən onları sizə təqdim etmək istəyirəm. Verilişimizdə yeganə xanım olan Amalia xanımdan başlayaq. Mehri ana rolunun ifadəsidir. Onu da xatırladım ki, Amalia xanım İlyas Əfəndiyevin demək olar ki, bütün pyeslərində baş rolların ifadəsidir. İndi onun rol haqqında danışanda bu barədə daha ətraflı söhbət açacaq. Mərahim Fərzəlibəyov tamaşanın qurulucu rejissorudur. Respublikanın Əməkdar İncəsənət xadimi. Eldar Mənsurov tamaşanın bəstəkarıdır. Ələskər Məmmədoğlu Vəli rolunun ifadəsidir. Məndən solda tamaşanın qurulucu rəssamı, Respublikanın Əməkdar rəssamı, Respublika Dövlət Mükafatı laureatı Rafiz İsmailov, Prokuror Kərimov rolunun ifadəsi Fikrət Vəliyev və Səfər rolunun ifadəsi Füzuli Hüseynov. Mən xatırladım ki, Mərahim Fərzəlibəyov Nəbi Xəzri ilə 4-cü pyesdir ki, birlikdə işləyirlər. O pyeslərdən ikisi Torpağa Sancılan Qılınc
və Mənsiz Dünya akademik teatrda, yəni bu səhnədə tamaşaya qoyulub. Günəşin bacısı dramatik poeması isə Mərahim Ələ-Sumqayıt teatrında işləyərkən həmin teatrda tamaşaya qoyub. Bu Mərahimin Nəbi müəllimlə 4-cü işidir. Mən özüm də məşqlərdə iştirak eləmişəm, bir sıra baş məşqlərdə də, qurama məşqlərdə də və mən görmüşəm ki, nə qədər gərginliklə Mərahim bu tamaşa üzərində işləyib. Mərahim, mənə elə gəlir ki, səninlə söhbətlərimizdə də biz deyirdik ki, bu faciə elegiya janrında sənin ilk tamaşandır, mənə elə gəlir. Elə bəlkə bu janrdan çıxış edib, öz rejissor konsepsiyanın, öz rejissor qənaətlərin haqqında söyləyəsən. Tamamilə doğru deyirsiz İlham bəy. Məsələ orasındadır ki, hər bir bədii əsərin janrı onun oyun qaydalarını izah eləyir və bu oyun qaydaları əsas götürülür. Əlbəttə, elegiya janrı qəmli bir nəğmə olaraq bu əsərdə səslənir. Çünki hadisələrə baxım nöqteyi nəzərindən devrin elə bir anı səhnədə göstərilir ki, doğrudan da bu qəmli bir nəğmədir. Bu, ona görə qəmli bir nəğmədir ki, bu bir bəlkə də bizim anaların, bacıların qəlbində bir ağıdır. O ağıdır ki, o sonralar dönüb insanların qəlbində kədərə, artıq elə bir kədərə ki, o kədəri sağaltmaq, o kədərə, necə deyərlər, bir imdad durmaq çox çətindir. Çünki tarixin hər bir vurduğu zərbə mənə elə gəlir ki, çox çətin sağalır. Çox çətinliklə o yaradan, bəladan biz canımızı qutarırıq. Mənə elə gəlir ki, əgər biz dünya tarixinə nəzər salsaq, elə qanlı səhifələr var ki, o səhifələri varaladıqca bu günləri insan dəhşətə gəlir. Və elə səhifələrdən biri də bizim payımıza düşür. Və o qanlı səhifələr 37-ci ildir ki, siz qeyd elədiniz, Azərbaycan xalqı çox böyük müsibətlər görür. Amma maraqlı cəhət nə idi? Şəxsən mən bu əsər üzərində işləyəndə. Məni bir şey düşündürürdü ki, axı 37-ci ildə bu qara günləri xalq hiss eləyirdimi? Xalq o qara günləri görürdümü? Axı biz bilirik, onda məşhur olan bizim paytaxtda Dunayevskinin gözəl mahnıları gedir də, Şiraka, Şagayet Strana, Şiraka, Strana, Maya Radnaya, Şagayet, belə mahnılar yaranırdı. Və çox böyük optimist ruh var idi insanlarda. Deməli, amma biz həyat isə buna baxmayaraq, həyat isə tərsinə hərlənirdi. İnsanlar bunu görmürdü. Və bu Nəbi Xəzrinin bəlkə də görürdü, deməyə cürət çatmırdı, kişilik çatmırdı. Kişiliyi çatanların başını vururdular. Mənə elə gəlir ki, onu görənlər xalqın elə bir tərəfi idi ki, onlar görürlər, amma mənə elə gəlir, adi fəhlə onu görə bilməzlər. Ümumi kütlə düz deyəcəm. Həmişə Stalinə ata kimi, büt kimi baxırdı. Mənə elə gəlir ki, o baxımdan devr elə bir gəlir. Mən çox, burada siz qeyd elədiniz, Nəbi Xəzrinin əsərində o qara günlər görünsə də, ona bir poetik baxım, romantik baxım var idi. Yəni, həyatın gedişini elə bir müəllif saxlamır, həyat gedirdi. Həyat, burada əsərdə sevənlər də var, toy eləmək istəyənlər də var, arzularla, böyük amallarla yaşayan insanlar da var. Lakin bu dəhşəti görənlər də var, duyanlar da var. Və ona görə bəs bu günləri, bu belə bir əsərin meydana gəlməyi, ümumiyyətlə, bilirsiniz, publisistika bu çox operativ janrdır və bu yenidən qurmada çox inkişaf elədi. Və lakin indi bu günləri o qatı açılmayan arxivlərə biz artıq əlimiz çıxdır və bədii əsərlərin yaranmasına elə vaxt lazımdır. Əgər bu günləri az-çox belə əsərlər yaranırsa, bu əlbəttə bizim Azərbaycan ədəbiyyatının nailiyyətidir. Çünki bədii dildə bu günləri 37-ci ildən və o
tarixin elə bir anları var ki, onu bədii dillə demək çox çətindir mənə elə gəlir. Mənə elə gəlir ki, bu günləri indiki vəziyyətdən, indi yenidən qurmanın necə deyək, bizə verdiyi dərslərdən, bu inqilabi hərəkatdan, mənə elə gəlir ki, meydandan hələ çox bədii əsərlər yazılır. Düzdür, biz publisistikanı oxuyuruq, bu arada publisistika və bədii əsərlər yaranacaq. Və mən bu cür əsərlərin yaranmasına çox sevinirəm və onu da qeyd eləmək istəyirəm ki, bizim bu əsərin yaranması, siz bilirsiniz ki, kollektiv yaranmadır. Bizə ilk dəfə teatrımıza çox kinoda görkəmli rəssamımız olan Rafiz İsmailov dəvət olunub. Onun teatrda birinci işidir və mən çox belə inamla deyə bilərəm ki, əgər az-çox mənim burada nailiyyətimi siz görürsünüzsə, onun çox hissəsini mən Rafiz müəllimin gözəl stenoqrafiyasının necə deyərlər, səhnəqrafiyasının üzərinə deməli çəkirəm. Burada ilk dəfə bizdə bəstəkar dəvət olunub, Eldar Mansurov, gənc bəstəkardır. Onun gözəl mahnılarını biz eşitmişik, lakin teatrda ilk böyük işidir. Burada mən bütün bizim aktyor qrupuna böyük dərin minnətdarlığımı bildirmək istəyirəm. Hamısı çox canla başla gözəl xarakterlər yaradıblar. Bir qrupu burada iştirak edir. Xüsusilə Amalə xanımı... İştirak eləməyənlərin adını çəkib sonra Amalə xanım barədə. Bilirsiniz... Bilinsin ki, bu tamaşada əsasən alsaq ki, məsələn, Rafiq Əzimov var, Nurəddin Mehdixanlı var, İftixar Piriyev oynayır bu əsərdə, Sevil Abbasova, Əminə Babayeva, Məhbubə Məlikova, tamaşaçılar yəni gəlib aktyorlarla görüşəcəklər. Bürcəli Əskərov, Sabir Məmmədov iştirak edir bu əsərdə və bir çox bizim gənc Sadıq, mən onu da qeyd eləmək istəyirəm. Sadıq İbrahimov çox gözəl obraz yaradır, hətta məncə çox səmimi bir obraz yaradır. Sadıq İbrahimov iştirak edir burada. Ramiz Məlikov katib rolunun ifaçısı, əsas rollardan birini iştirak edir. Bilirsiniz, burada hər aktyorun öz tutum dairəsində çox mənim aləmimdə onlar öz məqsədlərinə çatıblar. Əlbəttə bu gələn tamaşaçı sözüdür. Mən burada xüsusilə Amalə xanımı qeyd eləmək istəyirəm. Çünki Amalə xanımı biz bir çox rollarda görmüşük. Amalə xanımın gözəl qadın surətlərini görmüşük. Lakin Amalə xanım üçün də və tamaşaçılar üçün də yeni bir surət, yeni bir sənətsevərlər üçün hədiyyə ki, Amalə xanım burada ana obrazını yaradır. Elə bir ana obrazı ki, 5 oğul itirir. Mənə gəlir, bu Amalə xanım üçün də təzə obrazdır. Şəxsən mənim üçün də bir rejissor kimi təzə idi. Mən Amalə xanımdan bir çox əsərlərdə işləmişəm, burada təzə idi. Və onu deyə bilərəm ki, o devrin yükünü, o devrin əzablarını aktrisa öz dünya görüşündən, öz prizmasından çox gözəl baxır və onu həll edir. Və onu ancaq məişət planında götürməyib Amalə xanım. Bu da onun əlbəttə özünün şəxsi obraz olan münasibətindən irəli gəlirdi. Bu baxımdan biz çalışmışıq ki, bu qəmli nəğmə olaraq qalmasın, lakin tarixin bu anları bir də təkrar olunmasın. Bilin ki, öleceğim. Öz başıma değil. Siz ölersiniz. Sen maskıya. Rehberin yanına. Senin rehber sen yiyorsun. Ne oldu sen? Kardeşine ne oldu? Yok orada yazanlar mantıklı. Ne olacak? Yok. Ne olacak? Yok! Olacak!
tamaşanın məqsəd mahiyyətinin o dərinliyinə varanda daha çox o ürəkdə rahatlıq doğuran odur ki, biz təkcə qəmli faciəni, qəmli nəğməni oxumaqla kifayətlənməyib teatr. Və o nəğmənin gələcəkdə yalnız qəm üzərində köhlənməməsi üçün hansı əqidələrlə insanlar davranmalıdır, insan riyakar olmamalıdır, insan ikiyüzlü olmamalıdır, insan yediyi çörəyi itirməməlidir. Bax, bütün bu ata deyimlərində, dədə sözlərində olan bu fikir dərinliyi demək olar ki, Nəbi Xəzrinin piyesində və Mərahimin hazırladığı tamaşada bir qırmızı xətlə hadisələrdən bəzən açıq şəkildə, bəzən ikinci planda, bəzən üçüncü planda bütün tamaşalardan gedir. Bunun ən bariz nümunəsi də mənə elə gəlir ki, yenə də Mehri Anadır. Çünki Mehri Ananın orada hadisələrin bir gərgin yerində bir sözü var. Gəl deyir o qadına deyir, gəl bu zamanın, dövrün acığına deyir bu kənddə toy çaldıra. Yəni ana burada tək şəxsi ana kimi yox, Azərbaycan xalqının analığı kimi götürülüb. Yəni, nə qədər bu xalqın qeyrətdə olanlarının başı vurulsa da, nə qədər haqsız qurbanlar olsa da, analıq nəsil artımı davam edir və bu nəsil artımı tarixin müthiş mərhələlərindən keçə-keçə durulmalıdır, saflaşmalıdır, xalq daha yetkin olmalıdır, daha mətin olmalıdır. Buraxdığı səhvlərin, faciələrin təkrar eləməmək üçün hansı sosial-iqtisadi problemlərdə nə kimi mövqe tutmalıdır? Bunlar hamısı tamaşada bir müxtəlif istiqamətlərdə özünün bariz ifadəsini tapır. İş elə gətirib ki, Amaliya xanımın son tamaşaların hamısının təqdimatçısı mən olmuşam və hər dəfə də bu ifadəni işlədirəm ki, bu rolda Amaliya xanım üçün yenidir. Bu mənim gəlişi gözəl sözüm deyil, həqiqətən Amaliya xanımın yaradıcılığına mən ən çox bələd olduğum aktrisalardandır. Hörmət elədiyim zəhmətkeşliyinə, səhnədə son dərəcə vicdanla çalışmasına, belə yorulmaq nə olduğunu bilməyən bir aktrisadır. Mən çünki o məşqlərdə çox olmuşam. Həqiqətən də deyə bilərəm ki, Nəbi Xəzrinin bu Mehri anası həm Nəbi Xəzrinin özü üçün çox maraqlı bir ana obrazıdır. Həm də Amaliya xanım onun son dərəcə yaradıcılığında belə nəzəri cəlb edən, diqqəti cəlb edən kamil bir obrazdır. Ki, bütün tamaşanın ağırlığı demək olar bu obrazın çiynində qurulub. Amaliya xanım, sizi bu yeni işinizi təbrik edirik. Çox sağ olun İlham. Və yeni işinizin mahiyyəti haqqında danışasınız. Sir də deyilsə, biraz da nə üzərində işləyirsiniz, onunla danışasınız. Amma əsas əlbəttə bu tamaşadır. Sözsüz ki, mən sizin sözlərinizə şərikəm və qüvvət olaraq qeyd eləmək istərdim ki, Nəbi müəllimin, bizim hörmətli şair dramaturqumuzun bu əsəri Gecə döyülən qapılar piyesi teatr üçün çox vaxtında gələn bir piyesidir. Çünki biz bildiyimiz kimi bu əsər onun povesti üzərində əsasında qurulub. O povestdə bir neçə il bundan əvvəl nəşr olunub, Azərbaycan jurnalında oxucularımıza təqdim olunub. Və o demək olar ki, Nəbi Xəzri bizim ilk yazıçılar, dramaturqlarımızdandır ki, bu mövzuya müraciət eləyirdi. Və bu baxımdan bu mövzu onun üçün bizə daha deməli qiymətlidir və daha əzizdir. Çünki məhz zamanla ayaqlaşmaq yox, indi hamı o dövrə müraciət eləyib, piyes yazır deyə bu piyes bura təqdim olunmayıb. Yox, məhz Nəbi müəllimin özünü düşündürürdü bu mövzu və o povest şəklində bu mövzuya deməli müraciət etmişdi və Mərahimin təkidi ilə və Nəbi müəllimin öz istəyi ilə piyes şəklində teatrımıza çox vaxtında təqdim olundu. Mənim piyesin ilk oxunuş zamanı, bədii şurada oxunuş zamanı keçirilən hissləri heç unuda bilmirəm. Mən əsərə çox diqqətlə qulaq astım, əsəri çox bəyəndim və bir aktrisa olaraq Nəbi müəllim mənə demişdi ki, mənim bu əsərdə rolum var, adını çəkməmişdi rolun. Özüm götür-qoy eləyəndə belə fikirləşdim ki, hə, burada Zöhrə surəti çox gözəl alınıb və böyük məmnuniyyətlə mən bu surəti orada oynayaram. Oynadığım surətlərə bənzər bir surətdir. Lakin oxunuşdan sonra Nəbi müəllimi təbrik eləyəndə və ona deyəndə ki, hə, Zöhrə nə gözəl alınıb, ya ana da əsasdır, amma Zöhrənin öz ifamda görün, qayıtıq, yox, mən səni o surətdən nəzərdə tutmamışam. Sən Mehri ananı oynayacaqsan. Mən sözün düzü
belə vahimə tutdu məni ki, necə yəni Nəbi müəllim axı Mehri ana, elin ağsaqqalı, elin anası, mən onu tamam başqa bir səpkidə görürəm. Deyir, elə o səpkidə necə görürsən, elə də o təqdim edəcəksən rejissorun köməkliyi ilə. Nəsə mən onun sözünü belə çox ürəyimə saldım, yaxınlaşdım Məraim Fərzəlibəyova quruluş rejissoru ki, ay Məraim, Zöhrə yaxşıdır mənim üçün də, Zöhrəni, sən Zöhrə surətində məni görgünə və işləyək. Qadir, yox, elə ana surətini, Mehri ananı oynayacaqsan. Dedim, onda siz məni bu tamaşa ilə biabır eləmək istəyirsiniz, çünki Mehri ana özümü mən hələ, yəni elə qocalmışam ki, məni o elə bir səfkidə təqdim eləmək istəyirsiniz tamaşaçıya. Deyir, yox, axı, səndə alınacaq, biz bilirik sənin imkanları. Və məşqlərə çox böyük tərəddüdlə mən başladım. Mən ömrümdə, bu illər ərzində elə bir qorxu ilə, deməli, rola yanaşmamışam. İnanın mənə, çox əziyyət çəkdim. Və bu məşq prosesində, rejissorun köməkliyi ilə mən çalışırdım ki, bəs Mehri ananı inandırıcı surətə tamaşaçılara çatım. Sözsüz mən bir aktrisa kimi onun görkəmini dəyişərdim və nə var onu belə təqdim edirəm. O gərək özüm inanaydım ki, tamaşaçı inanaydı mənə. Və o inan da mənə çox gec gəldi. Bu aylar ərzində deməli, əvvəl götürdüm ki, Mehri ana dərddən, o dünyanın yükündən, əzabından beli əyilmiş, axsaq bir anadır. Bütün deməli, dünyanın əzabı ondadır. 5 oğul itirib, ərini itirib, hələ işıq ucu yoxdur, elə bir zamanədə yaşayır. Lakin uzun müddət Nəbi müəllim məşqlərimizdə yox idi. Biz səhnədə artıq tamaşanın belə qaralama deməli məşqlərini aparırdıq başdan ayağa deməli. Və ilk belə qaralama məşqdə Nəbi müəllim baxandan sonra mənə deməli razılığını bildirdi, aktyorlara öz razılığını bildirdi. Mənə gəldikdə isə qayıtdı ki, mən Mehri ananı Azərbaycanın anası təsəvvür edirəm və o axsaq ola bilməz. O nə qədər əzab çəkmiş olsa da o beli bükülməməlidir onun. Başladım mən mübahisəyə ki, ay Nəbi müəllim olmadı ta, bu axı bu dərd götürür, biz görürük, dünya həyatda da rast gəlirik, belə analarla görüşmüşük, deyir, yox, bu əgər biz ümumiləşmiş bir surət götürürüksə, sən fikirləş, diyor, bunu necə, dedim, ta siz mənə onda lap öldürdünüz, mən bilmirəm, necə tamaşaçıların qarşısında çıxış eləyəcəm və o günü çox əsəbi halda evə qayıtdım mən. Səhəri günü mən sözsüz ki, həm aktyor yoldaşlarıma, həm birinci növbədə başda Məraim Fərzəlibəyov olmaqla rejissoruma, quruluş rejissoruma minnətdaram ki, ilk məşqlərdən Nəbi müəllimin özünə ki, onlar mənə inandılar və bu inan məndə deməli o axtarmaq prosesini darıxmağa gətirib çıxartmadı. Yəni mən məşq vaxtı nə özüm darıxdım, nə rejissor məni darıxdırdı. Və axırıncı demək olar ki, artıq bizim baxış tamaşamız olmalı idi. 2 məşq qalmış mən o Mehrini tam özümünki elədim. Və başa düşdüm ki, Mehri məhz baxmayaraq ki, o döyülüb, əzilib, o faciələr içərisində bizim başı bəlalar çəkmiş Azərbaycan xalqı 1905-ci ildən 1920-ci il, 1937-39-cu il, 41-ci, 45-ci il, 1988-ci ildə bizim Azərbaycanın başına gələn müsibətlər, bəlalar məhz cəmlənib bizim analar azmı oğullar itirdi, azmı haqsız qurbanlar verdi öz Azərbaycan torpağından. Bizim Azərbaycan səhnəsində ilk dəfə olaraq Azərbaycan anasını, Azərbaycan qadınının mətinliyini, onun dözümlüyünü, onun ismətini gətirib bütün o müsibətlərə baxmayaraq deməli dözümlüklə gətirib bizə bir ana abidəsi ucaldıb bizim səhnəmizdə. Mən belə anaları həyatda da görmüşəm, belə bacılara, belə gəlinlərimizə rast gəlmişəm ki, gənc yaşlarından ərlərini itiriblər, oğullarını itiriblər, amma o dözümlüyünü, mətanətliyini, ismətini itirməyiblər, evlad böyüdüblər və vətəninə layiqli oğullar deməli böyüdüb veriblər. Və sözsüz ki, mən yenə deyirəm ki, Nəbi müəllimin böyüklüyü buradadır ki, onun dramaturgiyasının böyüklüyü ondadır ki,
o məhz Azərbaycan səhnəsində ilk dəfə olaraq ümumi, necə siz dediniz ki, ümumiləşmiş Azərbaycan ana surətini, ana abidəsini bizim səhnədən ucaltdı. Və sözsüz ki, mənim üçün də, mənim yaradıcılığım üçün də bu çox maraqlı idi, bu məşq prosesləri, bu iş təzədir mənim üçün. Və bu mənim sınmağım, biz tarixdən bilirik ki, hələ gənc yaşlarında Çirkasov kimi böyük bir sənətkar 20 yaşında, 70 yaşında professor surətində çıxış elədi kinofilmdə, o daha deməli, çətin, sözsüz, o daha çətin idi. Amma mən də özümü sındırmaqla mənə elə gəlir ki, o yaş sərhəddinə bir anlıq pozmuşam və mənə elə gəlir ki, indən belə nə qədər qocalsam da, illər də keçsə, mənim üçün daha çətin olmayacaq bu yaş sərhəddində. İstər 19 yaşında qız surətində çıxış eləyirəm, bayaq siz dediniz ki, İlyas Əfəndiyev dramaturgiyasında, sözsüz mən İlyas Əfəndiyev dramaturgiyasında inkişaf eləmişəm və onun tamaşalarında oynadığım qadın surətləri də bizim Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazılıb. Lakin o 19-20 Xurşud Banu Natəvan bildik ki, artıq 30-u ötmüş yaşında bizim şairəmizin surəti idi. Bu yaxınlarda bizim Qəribə Taleydə artıq mən deməli o ana surətində çıxış elədim ki, 40 yaşında ana idi ki, 19 yaşında oğlu var idi. Lakin bu ana mənim üçün sözsüz ki, mənim yaradıcılığımda yeni bir sözdür, yeni bir cizgidir, yeni bir işdir ki, o da məni çox sevindirir ki, mən belə bir ana surəti ilə bizim səhnəmizdə qarşılaşmışam. Arvad yox, ana. Yaxşı, yaxşı. Sən 5 oğul doğmusan. Bunlarla fəf eləyə bilərsin. Üçünün məzarı onsuz da mənə göz dağıdı. Birini də tutub apardınız. Boğazımış. Hələ qardaşımı da tuttunuz. Xala oğlumu da. Bəlkə məni də tutasınız. Son 5 oğlun da şair olub. Şeir yazır. Yox, başına dönüm. Ona elə şair demək olmaz. Elə belə də öz üçün cizmaqara eləyir. Amma şeirlə məktub yazmağı yaxşı bacarır. Eğer orada eğer eski bir söz yazılırsa, keşin günahına. Ben demişəm o yazı. Qoyma vaxtsız sönər ulduzum ayım. Günahsız tutulub qardaşım dayım. Yaxşı. Tutaq ki, sən demişsən, o da yazır. Və sən hardan bilirsən, onlar günahsızdılar? Onların ne günahı var, ay başıma dönüm, fağır adamdılar. Oğlumdaki Bolşevik rejiminde de o kırmızı kitapçası var. Sən eşinə rahat olma. Hər şeyi məhkəmə həll eləyər ana. Bizim cəmiyyətdə günahı olmayan cəzalana bilməz. Əgər kim cəzalanırsa, gərək öz dəsti xətti ilə, imzası ilə cəzasını boynuna alsın. Bunu qohumun prokuror Kərimovdan soruşa bilərsin. Bədbaxt Səlim, onu da tutukları ay başına dönüm. Özü yıxılan ağlamaz deyiblər. Bax, onların nə təqsiri var. Bıraxın onları. Onların heç bir günahı yoxdur, səxavətinizi bizdən əsirgəməyin. Allah köməyiniz olar, abalar. Onlar qiyamın iştirakçılarıdır. Qıyam nədir, ay başı? Ana. Ölkənin belə bir ağır vəziyyətində qiyam sözünün mənasını başa düşməyən təkcə bir nəfər varsa, deyəsən o da sənsən. Vallahi, mənim çox işlərdən başım çıxır. Hər tərəfdə üsyan, təxribat. Belə geçsə qanlar bahasını qurduğumuz bu dövləti itirə bilərik. Onu qorumaq hər bir vətəndaşın müqəddəs borcudur. Yoxsa əks inqilabı çıxışlar bu ölkənin dirəklərini uçura bilərlər. Əks inqilabı, ona olan şeylər başıma dönüm. Yəni, inqilaba düşman olmaq. Əlbəttə. Yox, başıma dönüm. Bizimkilər həmişə düşman üçün çalışır. O inqilab üçün çalışıblar. Peki sən deyən olsun.
Valla düz deyirəm adam, Allah haqqı elədir. Yaxşı arvad, tutar görək. Sən burada Allah təbliğat aparma. Mənim cibimdə Allahsızlıq kitabçası var. Kitabçan olur olsun, nə olar ki? Amma Allah oxunu da ürəyindən çıxarma baba. Necə? Yəni deyirsən ki, qanı ilə, canı ilə bolşevik olan mən, indi də durma Allaha inanın? İnan. Ta elə gətirdi ki, mən 3 oğul itirdim. Karım da vaxtsız köçdü bu dünyadan. Heç kimə əyilmədim. Heç kəsə yalvarmadım. Tək Allaha pənah gətirdim, ona yalvardım. Niyə yalvarırsan? Heç niyə yalvarmaq lazım deyil. Yalvarmaq əyilməkdir, kiçilməkdir. Mən istəmirəm ki, bizim analar belə olsun. Sən ədalət naminə mənim yanıma gəldin, mən də ədalət naminə əlimdən gələni eləyəcəyəm. Qurbanın olum sizin bu əllərə, minlərlə adamın gözləri tikilir. Tək bir hökmüz bəs eləyər ki, adam ölə də bilər, qala da bilər, itə də bilər. Deyir qağaylar, dəryada üzər. Soralar göllərdə, sərçələrsə küllükdə eşələnərlər. Qaranquşlar öylərin tavanında, torağaylar yam-yaşıl çöllər qoynunda. Qartallar sən zirvələrdə yuva qururlar. Dağıtmayın o yuvaları, dağıtmayın o yuvaları. Yalvarırım sizə, dağıtmayın o yuvaları. Kim nə üçün doğulubsa, qoy ona da qadir olsun. Gedə bilərsən. Yəqin ki, Nəbi Xəzri özü burada olsaydı, bu ana obraz haqqında və bu piyesi yazmaq məqsədi haqqında özü daha ətraflı danışardı. Çünki Nəbi müəllim Dostluq Cəmiyyətinin xətti ilə İraqa getməlidir. Bəlkə də bizim veriliş efirə çıxanda Nəbi müəllim özü Bakıda olmadı. Bu gərginliklə əlaqədar bu gün verilişimizdə iştirak eləmir. Ancaq onun həmişə mənlə şəxsi söhbətlərimizdə bu piyesi necə yaranıb, necə o ürək ağrısı ilə danışırdı, mən onu başa düşürdüm və hətta mən Nəbi müəllimə bu sözü də dedim. Demək, 75-ci il idi, 1975-ci il müharibənin, qələbəmizin 30 illiyi idi. Moskvadan 2 jurnalist gəlmişdi, görüşdük, söhbət elədik. Bir mövzu ətrafında bunlarla söhbət elədim ki, müharibə vaxtı əri geri qayıtmayan sizdə qadın tapılarmı? Ki, ərə getməsin. Ancaq uşaqları böyüsün. Səhər mən buna deyəndə ki, bu bizdə təxminən 30 mindən yuxarı belə qadın, bunlar güldülər ki, bu Gürcülər kimi deyir, siz də öz xalqınızı bu qədər şişirdirsiniz. Mən bunlara heç cür inandıra bilmirdim ki, bizdə məsələ əri ilə hətta 3 gün toydan sonra bir yerdə yaşamış, ana da ərə getməyib, olmuş o bir övladını böyüdüyü. Xalid Qurbanovun Sənsiz əsəri də belə yaranır. Tamamilə doğrudur. Yəni, bizim o 37-ci il hadisələri deyəndə bu xalqın ifadəsi var ki, bir saçını ağ örüb, birin qara övlad yetişdirib. Bax, Nəbi müəllimin bu piyesdə əsas ideyası odur ki, ona görə də Amalia xanıma təkid edirdi onu ki, biz o loğa təkəbbürü yox, vüqarı, dəyanəti, namusu ki, bu ancaq Azərbaycan xalqını duyanlar bunu hiss edə bilər ki, bu namus, bu qeyrət nədir bizim üçün. Yalnız bu cür adamlar bizim o anaların vüqarını, anaların ləyaqətini, anaların ismətini başa düşə bilər. Bax, bu nöqteyi nəzərdə... Nəbi müəllim də üzr istəyirəm, İlham, həmişə onu qeyd edir ki, mən çox istərdim ki, bizim dramaturgiyamızda bizim Azərbaycan qadınlarının ismətindən daha çox danışılsın.
onların evlada məhəbbətindən, ümumiyyətlə ailəyə bağlılığından daha geniş yer verilsin. Çünki deyir, əksərən biz öz qadınlarımızı ləkəli göstəririk səhnəmizdə, Mən heç cür Rusu inandıra bilmirdim, Rus jurnalisti. O da Rus milləti də o. Ki, inandıramırdım ki, 19 yaşda, 20 yaşda adam ki, əri gedib müharibəyə, bu hələ ərə getmir, deyir, ola bilməz. Yəni, bu elə məsələlər var ki, sırf bizim millətin xarakteri ilə bağlıdır. O baxımdan da mən sizin o işi daha yüksək qiymətləndirirəm ki, məhz bu nöqtələrə vurğularla işarə eləmişsiniz. Bizim tamaşa haqqında ki, söhbət gedir bu tamaşa, bir növ bu tamaşada debütçilər daha çoxdur. Belə çoxdur ki, rəssam ilk dəfədir teatrda quruluş verir, bəstəkarımız ilk dəfədir bu teatrda çıxış edir. Sonra hətta Fikrət Vəliyev ilk böyük roludur bu teatrda oynayır. Və s. Belə, yəni bunları xırdalamaq olar. İndi mən Mərahim bəy danışığında toxundu səhnəqrafiyaya. Həqiqətən də bu səhnədə elə bir forma tapdısınız ki, çeviklik üçün zəmin yaradır. Çünki o poemanın ayrı-ayrı parçalarını birləşdirmək radyo tamaşasında, televiziyada əlverişlidir. Amma teatrda biraz çətindir. Çünki gərək o məkan zamanla həmişə vəhdətdə fırlansın. Bu baxımdan mənə elə gəlir ki, sizin o axtarışlar çox uğurlu alınır. Mən tamaşaçılara xatırladım ki, rejissorumuz dedi, bir də xatırladım ki, Rafiz bəy 17 bədii filmin, 17-18 səhv eləməz, bədii filmin çəkilişində qurulucu rəssam olub. Hətta məşhur İliç Buxtası filmində dövlət mükafatına layiq görülənlərdən biri də rəssam olub. Bu, təbii ki, sənətinin yüksəkliyi ilə, zövqü, estetik təsir gücü ilə. Ancaq indiyə qədər heç bir teatrda demək, qurulucu rəssam kimi çıxış eləməyib. İlk dəfədir burada çıxış eləyib. Rafiz bəy, məlumdur ki, teatrda, yenə təkrar edirəm, kinodan fərqli olaraq burada şərtilik daha çoxdur. Kinoda reallığa da çox meyl edirsinizdə, teatrda təbii teatr özü şərti sənətdir. Ancaq səhnə tərtibatında daha çox şərtliyə meyl edirsiniz. Bax, bu işinizdən razısınız və gələcəkdə ümumiyyətlə teatrda yenə quruluş vermək istəyərdinizmi? Sözsüz. İlk növbədə mən onu demək istərdim ki, mən əsasən, siz necə qeyd edildiniz, mən əsasən kino sahəsində fəaliyyət göstərmişəm bugünə kimi. Mənim üçün çox belə bir söz, çox həyəcanlandım. Məni demək bizim Azərbaycan Dram Teatrına Mərahim zəng eləyib dəvət eləyəndə mən çox belə həyəcanlandım. Fürsətdən istifadə eləyərək mən istəyərdim burada demək bizim Mərahim müəllimə, bizim qabaqcım demək olar ki, bizim nəinki Azərbaycan Dram Teatrında, bütün Azərbaycanda qabaqcın rejissorlardan biri olan Mərahim müəllimə çox minnətdarlığımı bildirirəm. Çiyin-çiyinə bu səhnədə işləyərkən mən Mərahim müəllimdən çox şey öyrəndim. İş yönüdür ki, demək, mən Mərahimin işinə fikir verdikcə görürdüm nə qədər o aktyorlarla parlaq, belə bir aktyorların oyununa çox fikir verir. Ondan başqa Mərahim scenografiyanın ən belə sirlərini demək olar ki, mənə tamamilə tazadan aşkar eləyib. Mən deyərdim ki, burada mən yenidən demək, teatr məktəbi keçdim tazadan. Onu da qeyd eləmək istərdim ki, mənim üçün çox mən fəxr edirəm ki, mənim bu teatrda ilk addımlarım bu səhnədə bizim çox məşhur, görkəmli, hamımız istədiyimiz böyük şairimiz və dramaturgumuz Nəbi Xəzri müəllimin əsəri ilə bağlı olmuşdu və mənə nəsib olmuşdu bu əsərdə ilk dəfə demək, öz fəaliyyətimi göstərmək. Onu da demək istərdim ki, bu əsər Stalin dövrünün o repressiya, o Azərbaycanın o qara, bilirsiniz, qara, belə faciəli günlərindən bəhs edən bir əsərdir.
Ona görə də burada həm rejissor üçün, həm rəssam üçün, həm aktyorlar üçün çox belə axtarışlar üçün belə imkan var. Meydan var, imkan var. Ona görə də bilirsiniz, mənim bir rəssam kimi üzərimdə çox belə böyük məqsəd qurmuşdu ki, mən demək o dövrün atmosferasını hissələyib teatrın üsulu olan şərti dili ilə bu səhnədə həyata keçirdə bilim. İndi nə qədər bu məqsədə nail olmuşuq. Bizim tamaşaçılar, indi hörmətli tamaşaçılarımız öz fikirlərini söyləsə yaxşı olar. Çox sağ olun, arzu edirəm ki, gələcəkdə də teatrımızdan belə əlaqəni kəsməyəsiniz. Bəzən hətta bizim özümüzün məktəbli vaxtlarında bizim ümumi anlayışımız buydu ki, 37-ci il hadisələrində demək, müstəntiqlər, prokurorlar, çekistlər ancaq qan içən olublar, ancaq qana susayan olublar və bütün bu faciələrin demək olar ki, vuran əli bu olublar. Lakin tarix keçdikcə və indi hadisələrin mahiyyəti kökə getdikcə görünür ki, bu mexanizmin, bu ölüm çarxının başında Stalin kimi qüdrətli adam durub. Çünki Stalin çox böyük sərkərdə olub, bütün o qan içənliyi ilə, rəzilliyi ilə bərabər biz bunu etiraf eləməliyik. Çünki xalq yenə təkrar edirəm, hətta müharibədən sonraki dövrdə də Stalin adı gələndə ayağa dururdu. Xüsusi Azərbaycan xalqı elə bilirdi ki, bunları ağ günə çıxardan budur. Yəni demək istəyirəm ki, indi hadisələr üzrə çıxır, mən özüm qəzetdə işləyirəm, müəyyən materiallarla tanış olurum. Həmin repressiya dövrü ki deyirik, biz o dövrün özündə nə qədər halal çörək yeyən prokuror, nə qədər halallıqla dolanan, belə haqqını ayağına verməyən çekist, nə qədər milis işçisi bu repressiyanın özünün qurbanları olublar. Çünki o çarxın mexanizminə çevrilmək istəməyiblər. Bu nöqteyi nəzərdən Nəbi müəllim pyesdə maraqlı təzadlı iki obraz yaradıb. Biri prokuror Kərimovdur ki, heç bir əqidəsindən dönmür, haqqını ayağına vermir, ağa qarıya ağ demir. Bir də illər boyu süfrəsinin başında əziz qonaq kimi çörək kəsdiyi, ana dediyi, bacı dediyi, qardaş dediyi adamlara xəyanət eləyən işçi Səfərdir ki, onu da Rövşən ifa eləyir. Bax, bu iki obrazın paralel inkişafı o pyesdə bu təzadları daha da gərginləşdirir. Səfərovu! 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 Səfərov? Ali Səfərov! İsmail'e qiyamın üstü açılır. İnkar etməyin mənası yoxdur. Bu qiyam məsələsi ancaq provokasiyadır, provokasiya! Yoldaş katib leytinat Səfərov qulluğunuza hazır. Səni mehriban bir dost, yaxşı bir yoldaş, sədaqətli bir işçi kimi tanıyır. Baxır kimə sədaqətli? Yoldaş Səfərov, İşinəm bir hoş geldin. Sizin dövlət qarşısında xidmətləriniz yüksək qiymətləndirilir. Bütün məsələlər aydındır. Lakin siz bizə İsmail'ə əhvalatını bir balaca olsa da danışın. Biz İsmail'e gedəndə sübh tezdən garajın qapılarını açıp gördüm ki maşının bagajı doludur. Ama neydi bilmedim. Etmə Səfərov. Maymanlıq göstərimsən. Yoxlamanamsan ki maşının içində nədir? Yoldaş katib, mən prokurorun sözündən çıxa bilməzdim. Gedib payım içər, aparıb verdim ölü sansın. Sonra operativ işçiləri öyrəniblər, görüblər ki maşının bagajındaki silah-imiş. Buna nə sözün var? O dəqiqə lazım ölçü götürülmüşdür yoldaş katib. Çörək kəsdik. Arada necə hörmət, izzət vardı Səfər. Bundan sonra bütün müqəddəs şeylər mənim üçün tapdalandı, məhv oldu Səfər.
Ne kadar da sadəlif olmuşam. İnsanlara inanmaq lazımdır, Kərimov. İnanmaq. İnsanlara, ancak sizin kimi eclaflara yok. Deyəsən susuzluğuna az təsir edir. Düz fikirli yoldaş getir. İsmail'li qiyamına başçılıq etdiği boynumu alırsan ya yok? Deyirəm ana, qiyamın başçı olduğu boynumu alırsan ya yok? İsmail'li qiyamında iştirak etdiği boynumu alırsan ya yok? Yok! Boynumu alırsan ya yok? Mən teatrda birinci böyük işimdir və ikinci işimdir. İkinci işim də özdə Mərahim müəllimdir. Əlbəttə, mən Mərahim müəllimə borçluyam. Mərahim müəllimin mənim üzərində zəhməti çoxdur. Mərahim müəllim mən fürsətdən istifadə edib söz minnətdarlığımı bildirirəm və eləcə də bütün yaradıcı kollektivə mənə bacardıqları qədər kömək elədikləri üçün. O ki qaldı prokuror Kərimov obrazına və özünüz düzgün qeyd elədiniz ki, bizdə belə bir anlayış var idi ki, hamı qaniçən olub o dövrdə, xüsusilə çəkislər. Amma Nəbi müəllim də çox maraqlı yanaşıb bu obraza və bunu göstərib ki, bu adam, bu daha doğrusu obraz, bu adam qaniçən deyil, əksinə. O çalışır ki, xalqın o ağıllı, zəkalı, işıqlı, fikirli olan nümayəndələrini saxlasın. Nə yolla? Özünün həyatını bəlkə də qurban vermək yolu ilə. Bax, əsərdə işləyəndə də bu nöqtələr mənim üçün daha maraqlı idi ki, onun özünün məruz qaldığı o əzab əziyyətlər nəyin xatirinədir? Bugünkü gələcək deyək ki, işıqlı yolların, işıqlı gələcəyin, o sabahın naminə. Konkret səfər haqqında danışanda bilirsiniz, o mənim özümün də çox xoşuma gələn misaldır ki, Allah bizi sapı özümüzdən olan baltalardan saxlasın. Amma mən bu mənada yanaşmaq istəməzdim səfərə. Elə bu mənada da yanaşmaq istəməmişəm. Onun insani xüsusiyyətlərini də haradasa verməyə çalışmışam. Çünki bu o dövrün, o stalinizmin qurbanı olur. Bax, bu dünən, sırağı gün ayrıldığımız durğunluq dediyimiz, adlandırdığımız o illərdə də mən elə gəlir ki, belə olub. Çünki bu dövr, bu mühit bunu məcbur eləyir. Misal üçün, raykom katibini məcbur eləyir ki, pambığı ver, planı doldur. O, nəyin bahasına olursa olsun, bunu eləməlidir. Bu səfər də NKVD işçisidir. O, öz vəzifəsini yerinə yetirir. Haradasa, misal üçün, mən özlüyümdə belə götürmüşdüm ki, o ana ilə səhnəsi var ki, ana ağlayır, ana deyir, axı, sən illərlə bizim süfrənin çörəyini yemisən. Heç olmasa, bunun xatirinə məni oğlumla görüşür. Mən elə bilirəm ki, bəlkə də onun icazəsi yox idi onun oğlu ilə görüşdürsün. Bəlkə də o hansısa o insani hissi onu məcbur eləyir ki, heç olmasa bu yaxşılıq eləyim. Haradasa günahımı bir balaca azaldım. Və bu mənada səfərə mən heç də mənfi obraz deməzdim. Əlbəttə bu tamaşaçıların fikridir. Yəni, əgər belə bir hiss yarada bilmişəmsə... Peki sözü ayranı tuş demək istəmirəm. Belə hiss yarada bilmişəmsə, deməli, nəsə bir iş görmək olar. Mənəm Mehram. Buyurun əyləşin. Mənə ana demə. Analar oğullar doğur. Sən anadan iblis doğulmusan. Bir nəyə lazım? Mehranam. Katib tapşırdı, mən də qəbul elədim. O çox rəhimli adamdır. Əvvəlləri mən də ona inanırdım. Görünür həmişə inananlar allanırlar. O bizim bu ülkəni böyük bir həbsxanaya döndərib, azadlığımızı əlimizdən alıb, bir kəlmə söz belə danışmağa ixtiyarımız yox. Deyirdiniz ki, bizim bu ülkə dünyada ən xoşbaxt, ən azad bir yerdir. Hanı bizim azadlığımız? Hanı? Sənin qalan oğlu, qardaşım, oğlanların, bizim qanlar, qurbanlar bahasına qurub yaratdığımız bu cəmiyyətə qarşı dururlar. Minlərlə belələri. Ölkənin bu vəziyyətində hansı azadlıqdan danışmaq olar var? Var.
Olar. Eğer sizin kimi qapı gibi yalayanlar olmasa, Danışıqla sərhət qoy, arvad. hər bir şeyə sərhət qoymusunuz. Tək bir qanunsuzluq sərhətsizdir. Qorxmuram mən sizdən. Eşidirsinizmi, qorxmuram. Hökmünüzü eşitməyə hazıram. Mən hökm verən deyiləm, hökmü icra eləyənəm. Bilirəm. Siz buyruq qulusunuz. Biz ulu rəhbərin böyük ideyaları uğrunda vuruşuruq. Lazım gəlsə qurban da gedərik. Satqından qurban olmaz. Bir adam ki yediği çörəyə xəyanət edir, ondan nə istəsən gözləmək olar. Yaxın gəl arvad, yaxın gəl. Təsdiq elə ki, sənin xalan oğlu bağda katibin dalıncadır. Ayzına tıqırır. Nə danışdı katibin dalınca? Axı sən özün də o bağdaydın. Nə danışdı? Yadına salın. Dörd gözlər məsələsi. Yer üzündə o qədər dörd gözlər var ki. Əzibi çox bilmiş kimi aparma arvad, təsdiq elə, bu sənin xeyrinədir. Bu sizin xeyrinizədir. Sənə bu belə lazımdır. Sənə də lazımdır arvad, başa düş, təsdiq elə. Oğlun İsrafil azad, götür. Öz xalı oğluma böhtan atın. Eğer oğlumu bu yolla bırakmak istiyorsanız ben bunu istemiyorum. Onda oğlum güllələnəcək. Bize yazılın geldin aslında. Ama ben bak uşağın ne günahı var. Onu da bu işe niye katırsan? Nasıl katip dedi günahı olmasa bırakacak. Günahı olmasa, arva tekrar eləyirəm, günahı olmasa. Ama sənin oğlumun o kadar büyük günahları var ki, ben sana düzgün yol təklif edirəm. Sənsə buna razılıq vermirsən. Allah'tan kork. Allah nahaqanı yerde koymaz. Mən axırıncı dəfə təkrar edirəm. Təsdiq elə, oğlum İsrafil azad. Götür get. Ne dehşetli bir insansın. Düz 10 yıl ailemizin üzümü oldun. Gözdeki yüreğimize girdin. Sensiz elimizi süfreye uzatmazdık. Hiç olmasa o günlerin hatırına bugünden oğlumla görüştür. Oğlumun ölümüne hükmü özüm verdin. İndi onunla da görüşmək istəyirsən, ha? Yalvarırım sana sefer oğlumla görüştür. Hiç olmasa bu yaxşılığını göremezsin. Yaxşı, ağlama. Gətirin. Cəmi bir dəqiqə vaxtınız var. Ana! Kurbanın olma. Devrim, seni tezledim bakacakları başıma dönür. Axı sən bura niyə gəldin ana? Seni görmeye, kurbanın olur seni görmeye. Senin hiçbir günahın yoktu, bana fikir edeme, seni tezliğine bırakacağım. Hə ana, məni buradan buraxacaqlar. Səfər özü də belə deyir. Ha, elə bugün bütün məsələ həll olunacaq. Yok. Hayır. Allah, bu ne işti, ne musibeti bizim başımıza geldi. Hayır, Rabbim, oğlum. Allah özüm beni bu balımı görmüyor. Ana, sənə qurban olmay ana. Özünə dərd vermə, qurbanın olum. Axı sən bizə ata vəsisən. Özünə dərd vermə, qurbanın olum. Bizim arxamız, dirəyimiz sənsən ana. Bilirəm, başına çox bəyalar çəkir. Ancaq heç vaxt əyilməmişsən. Uca durmuşsan dağ kimi. Özünə fikir ver, qurbanın olum. Buradan çıxan kimi torpağa özüm şumlayacam ana. Özüm əkəcəm. Özümdən müqayyət olan... Vaxtınız qutardı. Allah! Hemşerim mi gittin oğlum? Sen elvida demedin bana. Yüreğini kırmak istemedim. Elvida oğlum, elvida. Allah! Bana ölüm gönder, ölüm! Ölüm gönder ki bu göz dağını da görmeyeyim.
Biz tamaşanın qurama məşqində idi, Nəbi müəllimlə bir yerdə baxırdıq, yadınızdadırsa. Bu musiqi nömrələrini deməli bağlayırdılar hadisələrə. Mən də Nəbi müəllimə dedim, Nəbi müəllim də dedi ki, bu ayrılıqda gör nə qədər maraqlı musiqi obrazları tapılıb. Doğrudan da belə sevinçlə adam qulaq asırdı, kədərlənirdi. Bütün psixoloji ovqat ki var, bu musiqi adamda doğururdu. Əlbəttə ki, bu ovqatı duymaq musiqi diliyinə, o gərginliyi keçirmək, o lirizmi duymaq, o psixoloji keçidləri sən də daxilən yaşamağa müəyyən sənətkarlıq tələb eləyir o bəstəçi tərəfindən. Ancaq bunun ikinci bir qorxulu tərəfi də var. Musiqi bu qədər gözəl olanda bəzən özü-özündə obraza çevirirsə tamaşa udmur. Gərək musiqi bilavasitə tamaşanın ideyasına xidmət eləsin və orada, onun içində gözəl görsənsin. Və xoşbəxtlikdən bizim bəstəçimizin musiqisi və Mərahimin bir yerdə o musiqini epizodlara salmaq o həssaslığı mənə elə gəlir ki, musiqinin bu dəyərini daha da gücləndirir və musiqi tamaşanın içində son dərəcə gözəldir və tamaşanın ali məqsədinə, tamaşanın ideyasına xidmət edir. Yəni, səhnəqrafiya kimi, musiqi də işıq qurumu kimi ancaq tamaşadakı fikrə, əsas ali məqsədə, ifaçıların, hadisələrin psixoloji mahiyyətini daha dərindən oynaya bilmək məqsədinə xidmət edir. Biz Eldar bəy, sizin musiqili komediya teatrında, Şəki teatrında işlərinizlə bələdliyimiz var, tanışdığımız var. Çox xoş haldır ki, Akademik teatrında afişalarında bəstəçi Eldar Mənsurov sözləri yazılır. Arzu edərdim ki, gələcəkdə də bu yaradıcılıq əlaqələrinizi davam elətdirəsiniz. Mən istəyərdim ki, onu bilən bir növ, çünki mən heç sizinlə söhbət eləməmişəm bu barədə. Bu qədər ki, bu hadisələrin, bu psixoloji mahiyyətini duymusunuz. Bax, bunu necə olub duymusunuz ki, musiqidə bu cür parlaqlıqla təcəssüm elətdirməyə nail olmusunuz? Bilirsiniz, İlhan bəy, belədir məsələ. Mən Akademik Dram Teatrında birinci işimdir, bayağı dediniz. Belə oldu ki, bir günləri Mərahimlə görüşdük, mənə dəvət elədi bu, məni teatra ki, biz belə bir tamaşa veririk. Açıq, bir yandan sevindim ona görə ki, həm belə ən sevimli şairlərindən biri Nəbi Xəzridin tamaşası idi, piyesi idi. Bir yandan da açıq tərcih elədim ki, bu repressiya dövrünün deməli mövzusudur. Mən yaşıma görə o dövrə, məsələn, heç düşmürəm. Mən repressiyalardan sonra, məsələn, dünyaya göz açmışam. Bizim, məsələn, o vaxtı, indi də məsələn, elə bəstəkarlarımız var ki, o vaxtı olurlar. Şahidi, canlı şahid olur. Canlı şahidlərdir, məsələn. Mənə Türəmdə həm təəccüblü gəldi ki, mən bu teatra, məsələn, bu teatra gəlməyim, məsələn, təəccübləndir ki, həm təəccübləndir ki, gözləyirdim. Amma belə bir tamaşada, məsələn, çıxış eləməyə, iştirak eləməyə, musiqi yazmağa inanmırdım açığı. Çünki o dövrün deməli, o dövrdə yaşamış bəstəkarlarımız var. Belə oldu ki, Mərahimlə oturdu. Verdi mənə deməli piyesi, tanış oldum. İndi ondan başqa da birisi indi hər yerdə, radioda, televizorda, sonra ondan başqa bütün SSR-də, hələ Azərbaycanda, Bakıda, hər evdə demək olar ki, hər ailədə ya da ki, hər bir nəsildə elə bir ev tapmazsan ki, orada Stalin dövrünün qurbanları olmasın. Bu baxımdan mesela bizlərdə də var belə bir şey. İstər-istəməz bütün bu şeylər hamısı gəlir gözümün önündən keçir. Ona görə çalışırsam, mən də açıq çalışdım ki, o müharibəmi yadıma salıb. Məsələn, bəlkə də düz demirəm, amma ki, belə bir şey gözümün qabağından keçdi. Sonra əsas, məsələn, bu musiqini yazmaqda əsas mənim kömək eləyənim olub, məsələn, rejissor. Məsələn, Mərahim müəllim elə şeylər deyirdi ki, mən açıq, teatrda düzdür, çox şey işləmişəm bir neçədən başqa teatrlarda. Amma belə bir teatrda, məsələn də, hər bir respublikanın bir nömrəli teatr, Akademik Dram Teatrı sayılır. Açıq, mən də belə bir teatrda istəmədim ki, özümü pis tərəfdən göstərdim. Ona görə açıq, həm Nəbi müəllimlə görüşdüm dəfələrdə, həm Mərahimlə.
Və onlar mənə kömək edilər. Deməli, onların istədiyini çalışmışam, yerinə yetirim. Mən danışmaqdan çox musiqi ilə deyə bilərəm. Anam gece gündüz ağlıyor. Kardeşim seher evden çok akşam geldi. Ben halıkta yüreğim baktı, var bağlıyım. Ne qəddar dövrə düşdü Əsmər. Aska danış yerinde kulağım var. Düz deyirsən, yerində qulağı var. Özdə bu qulaqlar çox iti eşidir. Eşitdiği şey də yerinə vaxtında çatır. Yerin bir qulağı da sənin göbək kəsmən. Zehrem gedir ondan. Atamın da tutulmağına bahis oldu. O istiyor ki ben gözü kölgeli oldum. Onda belki razılık verdim. Allah vurub onu. Hər halda ondan ehtiyatlı ol. Kazer, kardeşim dünen dedi ki Demiryol stansiyasının reisini de ailesiyle birlikte sürgün edildiler. En dehşetlisi budur ki reisin kızı ağır hasta oldu. Özü de veren, kızdırma içinde. Yalvarıblar ki bir iki gün icazə verin qalın, bəlkə qız sağaldı. Məhəl boya ne olur? Həsən, biz yolda anasının qucağında keçidi. Ağlam Əsmər. Cəbhədə həlak olanların xatirəsi həmişə əziz saxlanır. Bu mənəvi müharibə cəbhəsidir. Yüz minlərdən insanlar həlak olur. Bir qəbir daşında qalmışam. Artıq ümidimi üzdüm dünyada. Dünya rəfatı. Dünyada. Ah, mən də o cürə Həsən. O cürə. Sənə bədbinlik yaraşmır Əsmər. Bax, eşidirsən. Bu qoğun ağaçlar necə səslənir? Külək də onları səsləndirər. Görəsən, ağacılar da sevir. Əlbəttə. Sevməsələr, onların nəsil kəsilər. Səni gördüm. Dünyanı mənə verdilər. Bizi bir kimsə ayıra bilməz ki. Bizi ancaq ölüm ayırar. Allah eləməsin. Ələsgər, sən öz obrazın haqqında yenə təkrar edilən bu bəzən Nəbi müəllimdə elə obrazlar var ki, iki rəngdə verilib. Tutaq səfər, iki rəngdə verilib. Müsbət tərəf, mənfi tərəf və eləsi var sırf müsbət. Amma sənin obrazın bütün o mənfiliyi ilə verilib və bu da tipaj nöqteyi nəzərindən yox, ümumiləşdirilmiş obraz xarakteri, təsiri bağışlayır mənə. Bax, bu baxımdan sən obrazına öz sözün, ifan haqqında bir iki kəlmə. Mən ona deyim ki, İlham mənim ki, qabaq mən 10 il işlədim, teatr çıxdım, getdim. Heç kim mənə demək olar ki, rol vermədi. Sonra Həsən ağa mənə təhsildən çıxardı teatra. Bu 2 il mənim çox maraqlı olub, Məram mənimlə işləməyə. Əvvəl bizim qəribə talihimiz, İlyas mənim, böyük rol idi. Məram mənimlə çox əziyyətlə işləyir. Çünki mən elə bir aktörüm ki, mənə çox geç çatır. Nədənsə, Məram o əziyyəti üstünə götürür. Və ondan da böyük rol verdim mənə Vəli. Vəli də oradan çox maraqlı roldu, çox qorxulu roldu. Və demək olar ki, Meşkdən sonra da biz Məram mənimlə həmişə işləyirdik. Mən öz təşəkkürümü Məram mənimlə çatdırıram. Üçüncü bir əsas rolumu da verib mənə Məram mənim yalan tamaşasında. Çox sağ olsun Məram mənim, mən ona təşəkkür edirəm. Arzu eləyək ki, Məram müəllim kimi o bir rejissorlar da səninlə işləsin. Bir də teatr Tipajlı aktyorsuz siz, tipajlı. Yoldaşlar, biz fəxr edirik. Biz fəxr edirik ki, partiyamızın daxili xarici düşmənlər üzərində qazandığı qələbənin şahidi olmuşuz. İctimai həyatımızda, təsərrüfatımızda inqilabı proses gedir. Xalq düşmənləri aşkar edilir. Yoldaşlar, bəzən görürsən, xalq düşmənləri bizim ailəmizin içindən çıxır.
Biz onlara karşı da amansız olmalıyız. Atamın, geçmiş atamın, ben artık ona ata kimi baka bilmirəm. Qolçama olduğunu, kənd təsərrüfatına ziyan vurduğunu vaxtında gördüm. Bu suala mən müsbət cavab verə bilmədim. Rahatın satan bir adam orada necə? Otlu ötürür. Hələ bir utanmaz cəmaata da deyir ha. Göz qızığı kimə vermək istəyirsən? Bugün dədəsini satan sabah arvadındır. Məndən olsa, kora keçələ verərəm, amma gidin otu yemişə yox. Yoldaşlar! Zehrim var. Məktəbimizə xalq düşmənlərinin uzanan əlləri vaxtında kəsmək üçün nə kimi tədbirlər həyata keçirilir? Buyursun, məktəbin direktoru Qəni Qəniyev cavab versin. Buyurun! Buyur ona! Mən oxuya bilirəm. Nöqtə, vergüllər vasitəsilə ulu rəhbərlərimizin adları oxunan kaf məhsullarını vaxtında yığışdırmaq üçün nə kimi tədbirlər həyat keçirilir? Siyasi körlüğə tutulmuş Qəni Qəniyev hətta bu cür yazıları görmək bacarığından da məhrumdur. Gözlərinizə iri bir eynək taxın Qəni Qəniyev. Sənin dediklərində cəsarətdən çox qorxaqlıq hiss olunur. Qara məni basınca mən qaramam. Bəli, deyəsən atanı tutun basırandan sonra cəsarətlənmirsən ha. Gərək nə qədər daş ürəkli olasan ki, öz atanı tuturasan. Deməli, siz də ona dil verirsiniz. Hani Partkom Şahbazov özünü xəstəliyə vurub heç iclasa da gəlməyib. Hə də bəli. Partkom Şahbazov ürəyindən evdə yatır, mənim qoşumda mən bilirəm. O gün yazığa o qədər sözlər dedim ki, daş olsaydı əriyərdi. O da Qəni kimi sənə cavab qaytarmadı, saldı ürəyinə. İndi odur bax, düşüb yatdı, yorğun döşəyə. Mehrana, siz belə şeylərə qarışmayın. Qəni Qəniyev, mən sizin cavabınızı gözləyirəm. Yaxşı, indi mən burada nə demək? Taxsırımı boynuma almalısan. Bəli. Hüseyin. Qəni müəllimin heç bir təqsiri yoxdur, kəndimizin ağsaqqalıdır. Hansı təqsirimin? Siyasi körlüğümü. Bəli. Partkomu yatağa saldın, ürəyin soymadı. İndi mənim qəsdimə doğrusan. Nə sözdür cəmaatın yanında mənə deyirsən? Heç fikirləşmirsən ki, mən sənin müəllimin olmuşam. Səndən 30 yaş böyüyəm. İndi sən məni ittiham edirsən. Qəni Qəniyev, mən kimlərin yanında cavab deyəm? Onu özüm bilərəm. Sənə isə öz başlanıq eləməyi məsləhət bilmirəm. Sözümə cavab ver. Taxsırımı boynuma alırsan ya yox? Axı, hansı təqsirimi, hansı? Şagirdlərin siyasi tərbiyəsilə məşğul ola bilmədiyini, mən elə demirəm ki, əl yazmaların ərəb əlifbası ilədir. Bu da şagirdlərə mənfi təsir göstərir. Ərəb əlifbasını bilməyin yəni bir zərəri var. Var. Ərəb əlifbası keçmişin qalıqıdır. Siz ordulu oynayırsınız Qəni Qəniyev. Bilirəm. İndi xalqın minlərlə olanları silsəmilərdə çürüyür. Deyirsən, yalandan mən hər şeyi boynuma alım, canım qurtarsın. Bəs gecə yarı gedib qayıtmayanlar necə olsun? Qəni Qəniyev, bizim cəmiyyətdə xalq düşmənlərinə yer yoxdur. Onda birinin üstünə gücünü də qoy, yaz ki, mən də o gedənlərin birisiyəm. Elle gələn yaz toy bayramdır. Mən yazan deyirəm Qəni, ifşa edənəm. Həqiqət acı da olsa, qulaq as. İradəsizlik və qorxu mütliyə açılan pəncərədir. Qorxu hissi, köləlik duyğusu elə bir şeytandır ki, qəlbdən çıxmasa, biz hamımız həmişəlik mənəvi şikəst olacaq. Buna bax! Coğrafiya müəllim filosof olur. Xəbərimiz yoxmu? Qəni mənim ürəkdəyindir da, ürəkdən sat deyil ki. Sən kəs, danışma. Qurbanlar bahasına dövlət qurmuşdur.
Qani-qaniyev kimi əks inqilabçılar həmin dövləti dağıtmaq istəyir. Siz də deyirsiniz ki, onu el qoy gözünüzdə. Hayır, mənim bir yolum var. O da ulu rəhbərimizin yoludur. Hey! Qonaqlardan tam! Qonaqlardan tam! Mən söhbətimi yekunlaşdırmaqda nəyi demək istəyərdim? Bir neçə ildir ki, bu yenidən qurma və aşkarlıq sözü bizim dilimizdə daha tez-tez işlədilir. Qorxu ondadır ki, bəzən yeri gəldi, gəlmədi bu sözü o qədər işlədir ki, adam bir narahatlıq keçirir ki, bu söz gələcəkdə dilimizdə döyənək ola bilər. Halbuki biz bu sözün açdığı imkanlardan istifadə eləməliyik. Onun həm mənəviyyatımızda, həm sosial həyatımızda, həm iqtisadi göstəricilərdə məhz bu yenidən qurma deyilən, aşkarlıq deyilən o həqiqətin bəhrələrini nail olmalıyıq, nəinki onu daha çox demək. Bu baxımdan mənə elə gəlir ki, yenidən qurmanın ən bariz carçılarından biri də bizim ideologiyamızın ən kəsərli silahı olan teatr sənətidir. Fikirləşəndə ki, teatr özü yenidən qurmanın carçısı kimi öndə getməlidir və bu baxımdan teatr özü yaradıcılığında, texniki imkanlarında tamam yenidən qurulmalıdır. Bütün bunları götür-qoy eləyəndə gördük ki, son illərdə bu kollektivin böyük zəhməti bahasına başa gəlmiş Qızıl Teşt, Bizim Qəribə Taleyimiz, Sevgililərin Cəhənnəmdə Vüsalı, Gülüstanda Qətil və o cümlədən Nəbi Xəzirinin piyesi əsasında hazırlanmış və bugün haqqında danışdığımız Gecə Döyülən Qapılar mənə elə gəlir ki, yaradıcılıq nöqteyi nəzərindən teatrın bu mərhələsində bir növ yeni addımlardır. Mən arzu edirdim ki, bu addımlar gələcəkdə daha geniş yaradıcılıq meydanına çıxsın. Bəlkə mən səhv eləmişəm. Heriflerim o sedamınızı verdi, güllen geldi. Ölülerin misası daha yaşadı. Benim çıkardığımız bir hakikat var. O da o rehberin devamını yaşatmak. Yaşadıkça onun düşmanlarına divan tutmak. Divan. Ertan'ın silah da değil, düşman da değil. Siz! Yani kim? Kim? Susun! Daha bestir! Çekilin! Ben bu rəhbəri ideyalarını yerine getirirəm. Ben inqilabı rəhbərəm. Benim için yalnız bir həqiqət var. O da bu rəhbərin ideyalarını yaşatmak. Yaşatmak! Güllələnsin, sürgün olunsun, güllələnsin, sürgün olunsun. Güllələnsin, sürgün olunsun, güllələnsin, sürgün olunsun. Güllələnsin, sürgün olunsun, yaşasın, ulu rəhbər. Stalin qılıncının qurbanlarını, Azərbaycanın mərd oğul və qızlarını bir dəqiqəlik sükutla yad edək.
Axşamınız xeyir. İcazə verin sizi özümüzü təqdim edək televiziyadan da. Tamaşa gedərkən mən tamaşa salonunu izləyirdim və nəsə nəzərim sizin üzərinizdə durdu. Çünki çox həyəcanlı gördüm sizi. Xahiş edərdim əvvəlcə özünüzü təqdim edin. Abbasova Şəfiqə, pensioner. Qızdıq Fəmbilən Bünyatzadə, Dadaş Bünyatzadənin qardaşı qızı. Tamaşa haqqında nə deyə bilərsiniz? Tamaşa haqqında nə deyə bilərəm? Bu cavanlar üçün bu adi tamaşadır. Mən çox həyəcanla baxıram bu tamaşaya. Çünki həmən Məngələdə oğlanlar biri də mən olmuşam. Gecə döyülən qapılardan biri də sizin qapınız oldu. Biri də bizim qapımız oldu. Tamaşaya baxarkən padruqamla danışmışam. Tamaşaya necə qiymət verirsiniz? Aktyorların oyununa, rejissor fikrinə, o dövrü işıqlandıra bilirmi, çatdıra bilirmi? Çox yaxşı işıqlandıra bilirlər. Olduqca hələ az işıqlandırırlar ki, nəinki çox. Yazı ki, hələ çox dərinliklərə getməyib. Hətta o adamlar ki, tutulub, onlara salam verənləri də tuturdular. Çox çətindir danışmaq. Aktyorlardan kimin oyunu sizin xoşunuza gəldi? Kim sizin xatirinizdə qalacaq bu tamaşa salonunu tərk edərkən? Biraz yaradıcı söhbət edək. Nəsə o illərdən uzaqlaşma mümkün deyil, yenə də yaradıcılıq haqqında. Amalia xanım. Elə bil ki, o dövrü yaşayan qadın. Ümumiyyətlə, bunun quruluşu belədir ki, elə bil o devri göstərir bizə açıq olduğu kimi. Mən sizdən çox üzr istəyirəm. Çox sağ olun müsahibə üçün. Sağ olun. Bununla da, əziz tamaşaçılar, Nəbi Xəzirinin Gecə döyülən qapılar piyesinin akademik teatrda qoyulmuş piyesinin tamaşasının yaradıcı kollektivi ilə görüşümüz sona çatır. Mən bu yaradıcı kollektivə yeni uğurlar, o cümlədən Nəbi müəllimə yeni dram əsərlərini görmək və səhnədə ona tamaşa etmək arzusu ilə sizdən ayrılırım. Sağ olun.